Dünyanın ən böyük 5 aktiv vulkanı. 5-ci yer Stromboli. Kiçik İtaliya adasında yerləşən bu vulkan Aralıq dənizinin fəvvarəsi kimi tanınır. O, demək olar ki, daima aktivdir və yüzilliklərdir ki, fasiləsiz olaraq kiçik püskürmələrlə məşhurdur. 4-cü yer Popocatépetl. Meksikada yerləşən və adı yerli dildə Dumanlar dağı mənasını verən bu vulkan 5426 metr hündürlükdədir. Son illərdə aktivliyi artmışdır və təhlükəli püskürmələrinə görə daim müşahidə olunur. 3-cü yer Kilimanjaro. Afrika qitəsinin ən hündür zirvəsi olan bu vulkan 5895 metr yüksəklikdədir. Zirvəsi qarla örtülüdür. Ancaq vulkanın aktivliyi ona davamlı olaraq həyat bəxş edir. 2-ci yer Etna. Siciliya adasında yerləşən Etna Avropanın ən aktiv vulkanıdır. 3357 metr hündürlüyə malikdir və mütəmadi olaraq lava axınları ilə öz gücünü nümayiş etdirir. Etna həmçinin UNESCO-nun Dünya İrsi siyahısına daxildir. 1-ci yer Mauna Loa. Havay adasında yerləşən bu vulkan dünyanın ən böyük aktiv vulkanıdır. 4169 metr hündürlüyündədir və onun yeraltı əsas hissəsi dəniz səviyyəsindən çox aşağıya qədər uzanır. Mauna Loa sonuncu dəfə 1984-cü ildə püskürmüşdür. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videoya like atmağı və öz dəyərli fikirlərinizi bizimlə aşağıda şərh bölməsində bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.